Salam, xoş gördük sizi, dəyərli izləyicilərimiz. Yenidən qarşınızdayıq. Bu dəfə tək deyiləm, qonağımla birlikdəyəm. Amma qonağım ənənəvi qonaqlardan fərqlidir. Nəyə görə? Çünki öz dərdini götürüb studiyamıza gəlib deyə bilərəm. Bugünkü efrimizdə suallarımı cavablandıracaq şəxs Samir Qəhrəmanovdur. Hansı ki, Samir bəy deyir ki, mənim haqlarım pozulur. Kim pozur Samir bəyin haqlarını? Özü danışacaq. Xoş gəlmişsiniz, xoş gördük sizi. Salam Səidə xanım, çox sağ olun, minnətdaram. Samir bəy, əlinizdə bir xeyli sənədlə gəlmisiniz. Azərbaycan məhkəməsində çıxarılan qərarlardır. Amma o qərarlara əməl etməyən icraçılar da var. İndi ondan danışacağıq. Gəlin laf əvvəldən başlayıq. Nədir probleminiz və kim sizə mane olur işləməyə? Mən ilk növbədə tamaşaçıları salamlayıram. Bizim şikayətimiz Qaradağ rayon məhkəməsinin hakimi Qamət Əbdulov və məhkəmənin sədri Xəyal Sarıyevdəndir. Çünki Qaradağ rayon məhkəməsində vətəndaşların hüququ qorunmur, sifarişli əsaslarla qərarlar qəbul edilir. Qeyd etmək istəyirəm ki, mən müqavilə ilə götürmüşəm, daş karxanasını işlədirəm və mən götürdüyüm şəxsin də bütün sənədlər olurlar. Qarşı tərəfin iddiası Səlimzadə Xəyal Şəmsəddin oğluna Abşeron rayon icra başçısının 2013-cü il 108 saylı sərəncamı ilə 5,5 hektar torpaq sahəsi daş karxanası fəaliyyəti göstərmək üçün torpaq sahəsi ayrılmışdır və həmin sərəncamda qeyd etmək istəyirəm ki, heç bir koordinat yoxdur. Buyurub baxa bilərsiniz. Heç bir koordinat yoxdur. Bu həmin daş karxanasının yerləşdiyi ərazi, olduğu ərazi. Heç bir koordinat yoxdur ki, həmin o iddiaçı şəxsə aid olsun bu. Bəli. Davam edək. Qeyd etmək istəyirəm ki, bu sərəncamda müqavilənin nömrəsi də yoxdur. Baxın, zəhmət olmasa qeyd etmək istəyirəm. Buyurun. Burada da bəli, əsas hissələr boş buraxılıb hamısı. Bəli. Və ən əsası isə burada 6-cı maddədə göstərilir ki, bu müqavilə Azərbaycan Respublikası daşınmaz əmlakın dövlət reyestri xidmətindən dövlət qeydiyyatına alınan gündən etibarı sayılır. Qeyd etmək istəyirəm ki, bu müqavilə Əmlak Komitəsi qeydə alınmıyor. Dövlət reyestrindən keçmir. Bəli, ona görə də heç bir subyektiv hüquq yaranmır. Bu sərəncamın heç bir subyektiv hüquq yaranmır. Və iddiaçı Səlimzadə Xəyal Şəmsəddin oğlu həmin bu 5,5 hektar torpaq sahəsini etibarnamə ilə satmışdır. Ayrı şəxslərə satmışdır. Həmin şəxslərə hazırda fəaliyyət göstərirlər. Harada fəaliyyət göstərirlər bəs həmin yer? Sizin işlədiyiniz yerdə fəaliyyət göstərilir. Bizim xeyrətkanlıqda fəaliyyət göstərilir. Və satdıqdan sonra iddia qaldırır. Mənə, qardaşıma, Ağayev Mahmuda, Qasımov Balağıya, Bayramov Zavara qarşı iddia qaldırıb və həmin bu 108 saylı sərəncamla Qasımov Balağıya apellyasiya məhkəməsi, Sumqayıt apellyasiya məhkəməsi ucu iddiası səmin olunmuyor. Qəhrəmanov, qardaşım Qəhrəmanov Sadiqin də və mənə qarşı iddiası Ali Məhkəmənin qərarı ilə bizim xeyrimizə verilmişdir. Ağayev Mahmud Cəbrayil oğlunu Abşeron rayon məhkəməsində həmin bu sərəncamla iddia qaldırmışdır Mahmuda qarşı. Orada da Cəmilə xanım Şəfiyevanın sədrliyi ilə qətnamə çıxarılmışdır Ağayev Mahmudun xeyrinə. Ağayev Mahmud kimdir? Ağayev Mahmud da bizim orada daş şoferdir, sürücüdür. Kimi görür, ona qarşı iddia qaldırır da. Yəni sizin yanınızda işləyən adamlar, sizin sürücülerinizə də qarşı iddia qaldırılır. Və bütün bu iddialarda sizin xeyrinizi öz həllini tapır. Bircə məhkəmədən başqa, o da Qaradağ rayon məhkəməsindən gedir, söhbət səhv eləmirəmsə. Qaradağ rayon məhkəməsində Qamət Əbdulovun, hakim Qamət Əbdulovun sədrliyinə 25 dekabrda müvəqqəti təminat tədbiri çıxarılmışdır və bizim ərazidəki texnikalarımız ərazidən boşalmışdır. Qeyd etmək istəyirəm ki, bütün sənədlər hakimə
təqdim olunsa da, hakim qərəzli və sifarişli qərar vermişdir. Ali məhkəmə əgər qərarı sizin xeyrinizə çıxarırsa, yəni qarşı tərəfin iddiası təmin olunmursa, Ali məhkəmə də ən üst məhkəmədir də Azərbaycanda və bu sizin xeyrinizə məsələni həll edirsə, sizin xeyrinizə də həll edir deməyim, yəni qanunla tələblə, qanun nə tələb edir? Çünki məhkəmə elə bir instansiyadır ki, biz inanırıq ki, məhkəmədə bizim işimizə düzgün baxılacaq və düzgün qərar veriləcək. Ali məhkəmədə bu qərarı verir, çünki heç bir sənəd yoxdur, sübut yoxdur ki, sizdən həmin o daş karxanasının boşaldılmasını tələb edən, texnikanızın oradan çıxarılmasını tələb edən şəxsə aiddir bu. Ali məhkəmənin də qərarına baxmayaraq, Qaradağ rayon məhkəməsi isə Xəyal bəyin xeyrinə çıxardır. Bəli, bəli. Niyə çıxardır sizcə? Ali məhkəmənin də belə deyək də qərarını bir kənara atır. Çünki belə bir ixtiyar yoxdur. Ali məhkəmə bu belə deyək də birinci instansiya məhkəmədən daha üst məhkəmədir. Qeyd etmək istəyirəm ki, Qaradağ məhkəməsinin hakimi Qamət Əblovun 25 dekabr 2005-ci ildə Əmlak Komitəsinə sorğu verib, koordinatlarla bağlı. Buyurun, zəhmət olmasa, baxın. Burada göstərilmişdir. Həmin 108 saylı sərəncam qeydiyyata keçmədiyi üçün koordinatları müəyyən etmək mümkün deyil. Bəli. Bəli. Burada deməli yazılır, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə torpaq sahəsinin koordinatlarını təyin etmək və müqayisəli araşdırma mümkün olmamışdır deyə belə bir qərar çıxarılır. Qeyd etmək istəyirəm ki, axırıncı dəfə biz məhkəmədə maraqlara toxunan şəxs kimi mən hakimin qərarına şikayət vermişəm və hakim şikayətimi təmin eləmədi. Məhkəmə prosesində orada protokolda göstərilib ki, mən hakimə bu sənədlər öz sorğusunu təqdim etdim. Dedim, yoldaş hakim, siz sorğu vermişsiniz Əmlak Komitəsinə. Heç bir koordinat olmadan necə siz qərar vermişsiniz, müvəqqəti təminat tədbir vermişsiniz də? Hakim yeni öz mövqeyində qaldı, əvvəlki mövqeyində qaldı və mənə bildirdi ki, məhkəmə zalında mən qarşı tərəfə demişəm ki, o koordinat yoxdur. Qeyd etmək istəyirəm ki, qardaşım Qəhrəmanov Sadiq də Qaradağ rayon məhkəməsində 8 hakim Ürfan sədrliyi ilə 8 sutka azadlıqla məhrum edilib. Yəni orada da icra və propilyasiya şöbəsinin əməkdaşı iştirak edib. Orada hakimə bildirib ki, ərazini mən sorğu vermişəm Əmlak Komitəsinə, Qafil Məmmədov icraçı. Yeri müəyyən etmək mümkün olmadığına görə sizin qərarınızı icra edilməmişəm. Buna baxmayaraq, hakim fasiləyə çıxır, müəyyən yer müəyyən olmadığı halda, sorğunun cavabına uyğun olaraq, yer müəyyən olmadığı halda, koordinat olmadığı halda, hakim öz fasiləyə çıxandan sonra qardaşım 800 həbs qəti həbs edilir. İndi həbs məsələsini nəyləsə əlaqələndirə bilərlər ki, məsəl üçün bizim işimizə mane olur, ərazinin ölçülməsinə mane olur, deyirik qərarla texnikalar çıxarılmalıdır, məsələn, mane olur. Ona görə 8 sutka həbs cəzası vermişik. Amma məsələ burasındadır ki, niyə sizə orada hakim deyir ki, mən bunlara demişəm də, hakim bunlara demişəmlə qərar vermir. Hakim gedirlər, hakimlər belə deyək də, o baxdıqları işin son nəticəsini necə deyərlər, danışırlar, məşvərət eləyirlər, gəlirlər və qərarı verirlər ki, bu adam haqlıdır, bu adam haqsızdır, yoxsa mən bunlara demişəm deyəndə şikayətçi Xəyal bəyə mi nəzərdə tutur, deyir ki, mən buna demişəm də, yəni ki, heç bir koordinat yoxdur, yoxsa kimi nəzərdə tuturdu? Orada vəkili vardı və nümayəndəsi vardı. Etibarən özü nümayəndəsində göstərir ki, mən hakimə həmin o 108 sayı sərəncamı göstərdim və hakimə bildirim ki, yoldaş hakim, bax burada göstərilir, 6-cı maddə göstərilir ki, bu sərəncam Əmlak Komitəsindən, Dövlət Reysiyyə Xidmətində qeydiyyata keçdikdən sonra subyektiv hüquq yaranır. Yəni bu keçmədiyinə görə bu sərəncamın bugün subyektiv hüququ yoxdur burada. Və siz düşünürsünüz ki, Xəyal bəyin adamı var deyə, indi bizdə belə deyirlər də, filan kəsin adamı var, Xəyal bəyin adamı var deyə o məhkəmə instansiyasına təsir göstərər. Siz belə düşünürsünüz. Çünki Xəyal bəy özü Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Dövlət Gömrük Komitəsinin əməkdaşı. Bəli. Mən dəfələrlə şikayət eləmişəm. Gömrük Komitəsinə yazmışam orada. Çünki o vəzifədə olurlar, iddia qaldırır. Sahibkarlara qarşı iddia qaldırır.
Aha. Qasımov Balaxıya Və qarşı. cənab prezident də deyir ki, sahibkarlara qarşı qanunsuz müdaxilələrin qarşısı alınmalıdır və bu ilə bağlı dəfələrlə prezident İlham Əliyev tapşırıqlar da verib. Sahibkarlara qanunsuz müdaxilə olmamalıdır, sahibkarlara şərait yaradılmalıdır. Evet. Qanun çərçivəsində işləmək. Niyə? Çünki sahibkarlar həm də ki, böyük vergi ödəyicilərdir. Söhbət böyük sahibkarlardan gedir. Çünki kiçik sahibkarlar da var, orta sahibkarlar da var və Azərbaycan iqtisadiyyatının da əsas hissəsini sahibkarların fəaliyyəti təmin edir və dövlət büdcəmizə də onlar yenə də dediyim kimi, yəni vergi verirlər ki, bizim dövlət büdcəmizə həm də vergilərlə formalaşır. Digər o gəlirləri çıxsaq tək vergi hissəsini götürsək. Biz bir tərəfli danışa bilmərik, buna ixtiyarımız da yoxdur. Xəyal bəyin də söz haqqı var. Bilmirəm, indi Xəyal bəy cavab verəcək, bizim telefon nömrəmizə cavab verməyəcək, amma bütün hallarda bir də suallarımızı Xəyal bəyə verək, bəlkə də o tam başqa faktlar deyəcək. Xəyal bəy, salam. Sizi narahat edən jurnalist aparıcı Səidə Bəkir qızıdır. Buyurun, eşidirəm. Xəyal bəy, öncə onu qeyd edeyim ki, biz hal-hazırda çəkilişdəyik və sizin səsiniz də mikrofon vasitəsilə eşidilir. Bu ilə bağlı əvvəlcədən sizə xəbərdarlıq edeyim ki, məlumatınız olsun. Çünki sırf sizinlə bağlı bir şikayət var, onun sualını sizə vermək istəyirəm. Deməli, Qəhrəmanov Samir Akif oğlu Qızılqayada onun 5,5 hektar sahəsi var, hansı ki 5 ildir orada sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bütün instansiya məhkəmələr onların lehinə qərar çıxarmasına baxmayaraq iddia olunur ki, sizin təzyiqinizlə və yaxud da ki, sizin tanıdığınız bir adam vasitəsilə Qaradağ rayonu məhkəməsində qərarlar dəyişdirilə bilir. Bu sadəcə nə qədər realdır? O torpaqla bağlı mənim heç bir adiyyəti yoxdur torpağın. O torpağın bütün sənədlərindən notarial qaydada mən başqa bir şəxsə vermişəm. Mən sizə gətirib təqdim edə bilərəm. Nə zaman deyirsiniz? Tamam, oldu. Gün içərisində biz sizə geri dönüş eləyəcəyik. Oldu. Xəyal bəy də deyir ki, yəni bunu izləyicilər də eşitdi. Xəyal bəy də deyir ki, onda da bütün sənədlər var. Xəyal bəydə hansı sənəd var, bilirsiniz siz onu, yoxsa? Xeyr, sərəncam var da, başqa nə olacaq? Dövlət orqanlarına müraciət var, məhkəmənin müraciəti var, əmlak komitəsində. Heç bir koordinat olmadığı halda. Bir dənə bu sərəncamdır, adi bir sərəncamdır. Bu da qeydə keçməyib. Onda bunu deyir, belə çıxır ki, Xəyal bəy bunu deyir. Bəli. Birdən deyərsə koordinat, hansı koordinatda söhbət edə bilər burada? Bu, hakim əmlak komitəsinə həmin o 108 saylı sərəncamla sorğu verib, orada da göstərilir ki, heç bir koordinat yoxdur. Samir bəy, biz qarşı tərəfi eşitməliyik bütün hallarda. Çünki burada bizim qərəzimiz yoxdur. Nə Samir bəyi tanıyırıq, belə nə Xəyal bəyi tanıyırıq. Sadəcə bizim qapımız şikayətçilərin üzünə açıqdır. Yəni, bax da, YouTube kanalı şikayətçilərin üzünə açıqdır. Azərbaycan qanunlarla idarə olunan ölkədir. Bizim məhkəmə instansiyaları ona görə fəaliyyət göstərir ki, əgər kimsə haqqına girirsə, həmin o haqq məhkəmə instansiyasında bərpa olunsun və burada heç bir koordinat yoxdur. Burada heç bir fakt olmadığı halda belə Ali məhkəmə qərar çıxarır. Ali məhkəmənin qərarını da bir kağız parçası kimi kənara qoyurlar və Qaradağ rayon məhkəməsi başqa bir qərar çıxarır və hakimə sual verəndə hakim deyir ki, mən onlara demişəm də, Azərbaycan hakimləri, mən onlara demişəm. Yanaşması ilə işləməməlidirlər. Bu ritorika qəbul olunan ritorika deyil. Başqa bir fikriniz varmı Samir bəy bu ilə bağlı? İşlandırıcı üçün minnətdaram sizə. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Yeri gəlmişkən Samir bəy sadəcə üzünün görünməsini istəmədi. Çünki dedi, mən azdan çoxdan tanınan birisiyəm. Ona görə də istəmirəm ki, üzümü də görsünlər. Hər halda bizə danışdıqları maraqlıydı Samir bəyin və Xəyal bəyin də fikirlərini gəlsin. Bizə sənədləri göstərsin. Görək nə sənədlər var orada. Yenə dedirəm, bəlkə indi onda başqa bir sənəd var. Elə bir sənəd var ki, siz onu bilmirsiniz, görməmisiniz, xəbəriniz yoxdur. Hər halda biz də onların hamısını fakt şəklində çəkəcəyik. Sizə də təqdim eləyəcəyik onu, bizi izləyən izləyicilərə təqdim eləyəcəyik. Təşəkkür edirəm sizə, çox sağ olun. Çox sağ olun, minnətdaram mən də sizə, sağ olun. Sağ olun, görüşmək ümidi ilə dəyərli izləyicilər.